Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Zamanzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Kurikulumdan yeni əlavə olunmuş bir mövzunun izahını verəcəm. Bu mövzu produktiv təfəkkür mövzusudur. Və mövzunun izahına başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq paylaşılan yeni mövzuların izahından xəbərdar ola bilərsiniz. Bununla yanaşı, ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq hər ay bizim dərs qruplarımız açılır ki, bu qruplar haqqında ətraflı məlumat ala bilərsiniz. İndi başlayaq produktiv təfəkkürə. Görək bu produktiv təfəkkür nədir? Müəllimlər, sona qədər dinləsəz, bu mövzunu bir video izahla anlayacaqsınız. Və onu qeyd edim ki, dinləyədikcə deyəcəksiniz ki, bu nədir? Yaradıcı təfəkkürlə demək olar ki, eynidir. Amma heç də belə deyil. Siz izahı dinləyin. Sonda yaradıcı təfəkkürlə produktiv təfəkkürün oxşar və fərqli cəhətlərini sizə deyəcəm və sizin üçün aydın olacaq ki, bu təfəkkürü necə fərqləndirə bilək. İlk öncə baxaq ki, produktiv təfəkkür nədir? Produktiv təfəkkür, müəllimlər, hazır cavabı əzbərləmək deyil. Problemi özü düşünmək, yeni, daha yaxşı həll yolu ilə həll etmək problemi bacarığıdır. Yəni, burada insan qarşılaşdığı vəziyyətdə, hansı bir vəziyyətlə qarşılaşırsa, qarşılaşdığı vəziyyətdə problemi olduğu kimi qəbul etməyib, onun arxasında hər hansı bir ziddiyyəti görməyə çalışır, daha məqsədyönlü həll formalaşdırmağa düşünür ki, bu produktiv təfəkkürdür. Produktiv düşünmə həm yaradıcı ideyanın ortaya çıxması ilə nəticələrin, həm də bu ideyaların dəyərləndirməsi, real şəraitə uyğunlaşdırması sayəsində onları həqiqi, praktik dəyərə malik həllə çevirir. Yəni, bu kitabdakı uzun-uzun cümlələrdir. Loğru dildə başa salım ki, baxın, produktiv düşünmə məhsuldar düşünmədir. Bunu yadda saxlayaq. Məhsuldar düşünmədir. Baxın, evdə nə deyirik? Deyirik ki, produkt qutardı. Yəni, məhsul qutardı, produkt yoxdur. Produktiv, yəni məhsuldar düşünürsən. Bir dənə sadə dildə izah verim, sonra keçək kitabdakılara və kitabdakiları da sizə mərhələ-mərhələ sadə dildə izah edəcəm. Müəllimlər, baxın, mən dərs oxuyuram. Açıb qoymuşam kitabı qarşıma, oxuyuram, amma fikrim dərsdə deyil. Yarım saat, 1 saat dərs oxuyuram. Dərsi bitirdim. Amma 1 saatdan sonra kitabı örtürəm, deyirəm ki, mən nə oxudum? Oxuduğumdan nə yadımdadır? Mən heç nə oxumadım axı. Fikrim, gah telefona baxdım, gah Instagrama girdim, gah Facebooka, WhatsApp'a girdim. Yəni, 1 saat vaxtım itdi, gözüm kitabda oldu, fikrim başqa yerdə oldu. Mən heç nə oxuya bilmədim. Kitabı örtəndə nəticə 0. Yəni, özümü refleks edirəm, sual cavab edirəm ki, mən heç nə öyrənə bilmədim. Necə oxumuşam mən? Məhsuldar oxumamışam. Mən vaxt itkisinə yol vermişəm. Amma biri də var ki, mən otururam yarım saat kitabın üzərində, tamamilə bütün diqqətim, fikrim, zikrim dərsdədir. Dərsi təhlil eləyə, analizan edə oxuyuram. Yarım saatdan sonra kitabı bağlayıram, baxıram, özümü refleksiya edirəm, görürəm ki, əla öyrənmişəm mən bu dərsi. Əhsən mənə, qəşəng öyrənmişəm. Necə oxudum? Məhsuldar oxudum. Bayaqdan 60 dəqiqə vaxtım getdi, heç nə yadımda qalmadı. İndi 30 dəqiqə vaxtım getdi, hər şey yadımda qaldı. Niyə? Produktiv yanaşdım. Yəni, bax, məhsuldarlıq bu deməkdir. Bu bizim sadə dildə izahımız. Tutaq ki, müəllim sənə bir məsələ verir. Sən əvvəl gördüyün eyni üsulla kör-körənə tətbiq edirsən məsələni. Yəni, bu məsələni elə kör-körənə əvvəlki kimi edirsən. Əvvəl düşünürsən, yəni artıq sən produktiv baxmaq istəyirsən də bu məsələyə. Düşünürsən, bu məsələ nədən yaranıb, necə həll olunmalıdır, bunu başqa necə həll etmək olar, sonra özün yeni həll yolu tapırsan. Bu artıq produktivdir. Biri var ki, müəllim hazır düstur verir. Misal üçün, müəllim düstur verir ki, x-in kvadratı çıxaq, y-in kvadratı bərabərdir 2x plus y. Nə bilim, riyaziyyat müəllimləri bilərdi, x minus y, arada bilmirəm, vurmadı, bölmədi, çıxmadı, nədir, hər nədirsə. Bu düsturu müəllim verib, mənə məsələ də verib. Mən ancaq bunun yerinə qoya bilirəm. Məsələni bir damcı fərqli istiqamətdə verəndə, gətirib bunun yerinə qoya bilmirəm. Niyə?
Çünki mən produktiv düşünmürəm. Başqa həll yolu axtarmağa cəhd eləmirəm. Amma mən bunu yeni yolla həll etməyə çalışsam, bu artıq olacaq produktiv yanaşma. Biri var produktiv yanaşma, biri var reproduktiv. Bax, qarşısında re olan da var. Reproduktiv. Reproduktiv müəllimlər, yaxşı yanaşma deyil. Bu düşüncə hazır biliyi təkrar etməkdən ibarətdir. Yəni hazır ənənəvidə necə idi? Müəllim hazır qayda verirdi, hazır düstur verirdi, ancaq biz bunu təkrar edirdik. Yəni bu köhnə üsuldur, ənənəvi üsuldur. Amma produktiv düşünmə, hansı ki bu yeni təfəkkür, produktiv təfəkkür, deyir ki, yeni fikir tap, yaradıcı yanaş. Məktəbdə məqsəd sadəcə qaydaları öyrənməklə yox, uşağı bu cür düşünməyə öyrətməkdən ibarətdir. Produktiv düşünənlər nəyə üstünlük verirlər, necə olurlar? Bir, problemi görürlər. Problemi görmək. Problemi görmək. Baxın, görürsünüz, bayaq riyaziyyatdan düstur yazdım. Mən ancaq o düstur içərisində tətbiq edə bilirəm. Bir qədər, bir balaca mürəkkəb olsun, mən o düsturdan bir damcı çıxsın, mən həll edə bilmirəm. Niyə? Ona görə ki, problemi görə bilmirəm. İkinci, səbəbi anlamaq. Səbəb anlamaq. Üçüncü, fərqli həll yolu tapmaq. Fərqli həll yolu tapmaq. Bu produktiv təfəkkürün əsas yanaşmasıdır ki, biz problemi görməliyik, səbəbini anlamalıyıq və fərqli həll yolları tapmalıyıq. Buna ümumi bir nümunə deyim sizə. Uşaq gecə çox telefondan baxır, telefonla oynayır və səhər dərsə gecikir. Yəni gecə gec yatır, normal vaxtında yatmır. Bu səbəbdən də bu uşaq səhər dərsə nə edəcək? Əlbəttə ki, gecikəcək. Adi yanaşma necə olar? Yəni reproduktiv yanaşmada necə olar? Telefona baxma. O qədər uşağa deyirsən, deyək ki, telefona baxma, telefona baxma. Yəni bu çıxış yolu deyil də. Yəni uşaq gərək onu özü araşdıra, özü bir yöntəm qura özü üçün. Amma produktiv yanaşmada necə olmalıdır? Uşaq özü qərar verir. Mən telefona 21:00-dan söndürəcəm. Səhər rahat oyana bilmək üçün mən 21:00-dan sonra telefon götürməyəcəm. Saat 9-da bu telefon aralaşacaq. Yəni uşaq problemi özü anlayır və həll yolu tapır. Öz bildiyini yolla gedir. Yəni burada artıq görürsünüz, şagird özü məhsuldar fikirləşir. Özü problemi həll edir. Produktiv təfəkkürdə insan problemi əzbərlə yox, düşünməklə həll edir. Hazır cavabı götürmür, öz yolu ilə çıxış tapır. Görürsünüz, deyir ki, mən telefonu kənara qoyacam. Və yaxud köhnə qaydanı təkrar etmir. Yeni fikir yaradır. Yəni elə gedilmiş eyni standart qayda ilə getmir. Bəs biz bu produktiv təfəkkürü nə məqsədlə təbliğ etməliyik məktəblərdə? Məqsədi nədir? Məqsəd odur ki, sadəcə uşaqlar qaydanı öyrənməklə yox, onu düşünməyi, səbəbini tapmağı, həll yolunu qurmağı öyrətməliyik. İndi produktiv təfəkkür var dedim. Bir də reproduktiv təfəkkür var. Produktiv təfəkkür, bax buradan yazım. Produktiv. Buradan da yazaq. Reproduktiv. Bunları qeyd eləyək. İndi bunların oxşar cəhətlərinə baxaq. Oxşar və fərqli. Produktiv fərqli daha doğrusu. Baxın. Reproduktiv hazırı təkrarlayır. Hazırı təkrar edir. Təkrar. Amma produktiv yeni yol tapır. Yeni yol. Reproduktiv əzbərə əsaslanır. Əzbər. Ancaq əzbər. Amma produktiv nə edir? Anlamağa çalışır. Anlamağa çalışır. Reproduktiv dərindən düşünmür. Dərin düşünmür. Bunlar hamısı ənənəvi uşaqlar üçün idi. Amma produktiv nədir? Düşünür. Produktiv dərin düşünür. Dərin düşünür. Bax, fərqlilik budur. Riyaziyyat dərsidir. Müəllim məsələ verir, şagird məsələni həll edə bilmir. Müəllimin həll yolunu əzbərləyir. Ancaq müəllimin verdiyi həll yolunu əzbərləyir. Mən misal vermişəm, misal üçün uşaq ancaq mən dediyim yolu əzbərləyir.
Bir damcı kənara çıxmaq istəmir. Amma produktiv təfəkkür olan şagird fərqli üsullarla özü həll etməyə çalışır. Şəkil çəkir, cədvəl qurur, sxem qurur, fərqli yolla həll edir. Və yaxud belə deyim, sinifdə dava düşüb, konflikt var, iki uşaq arasında konflikt baş verir. Müəllim hər ikisini cəzalandırır. Yəni bu olmaz. Bu ənənəvi düşünmədir. Hər ikisini cəzalandırmaq olmaz. Nə etmək lazımdır? Biz bu uşaqlara deyirik axı produktiv təfəkkür formalaşdırmalıyıq. Uşaqları problemlərini danışdırırıq. Ki bu problemi danışsın. Görək bunların problemi nədir ki, bunların arasında konfliktə gətirib çıxarıb. Ondan sonra özləri barışıq yolu tapırlar. Bax bu nə olur? Bu olur produktiv təfəkkür. Yəni özün problemin həllini özün çalışırsan, özün dərindən düşünürsən, səbəb nəticəni özün görürsən, məntiqi anlayırsan, yeni yol tapırsan, bunlar hamısı produktiv təfəkkürdür. Uşaq səhər dura bilmir. Bayaq qeyd etdiyim kimi, telefona baxır da, bu şagird davamlı olaraq telefona baxır. Yəni bunun üçün şagird nə etməlidir? Bunun üçün şagird deyir ki, 21:00-dan sonra telefon götürməyəcəm. Saat 7:00-a budilnik qoyacam. Telefonu aparıb özümdən kənarda qoyacam. Budilnik çalanda mən yerimdən qalxım, gedim o budilniki söndürüm. Yerindən qalxandan sonra da birbaşa gedim əl-üzümü yuyum ki, o saat yuxum qaçsın. Yəni bax nə oldu? Bu problemin, amma sən o qədərdir ki, telefona baxma. Ay bala, telefona baxma tez yat. Ay bala, telefona baxma tez yat. Bu alınmır. Özü gərək nəticəyə gələ. Özü o qərarı verə. Bu artıq olur nə? Bu olur produktiv təfəkkür. İndi produktiv təfəkkür yaradıcı təfəkkürdən oxşarlığı var hardasa. Bunun üçün biz hər ikisinin oxşar cəhətlərinə baxaq. Həm produktiv təfəkkürün, həm yaradıcı. Bu ikisini nə edirik? Ortaq xüsusiyyətlərinə baxırıq. Sonra bunun fərqləndirməyin yollarını deyəcəm. Hər ikisi hazırı təkrar etmir. Düşünməyi tələb edir. Hər ikisi düşüncə tələb edir. Düşünməyi tələb edir. Hər ikisi. Yeni yol tapmağa yönəlir. Yeni yol tapır. Qısa yazım. Bu hər ikisinin oxşar cəhətidir. Həm produktivin, həm yaradıcının. Nə oldu? Hazırı təkrar etmir, düşünməyi tələb edir, yeni yol tapmağa yönəlir. Bu hər ikisinin oxşar cəhətidir. İndi desəz ki, ay müəllim, biz necə fərqləndirək situasiyalarda, dərsdəki bu yaradıcı təfəkkürdür, yoxsa produktiv təfəkkürdür? İndi təbii ki, bunlar arasında fərq də var. Fərq ondan ibarətdir ki, Emil! Fərq odur ki, produktiv təfəkkürdə müəllimlər daha çox problemi düzgün və məntiqli həll etməyi tələb edir. Necə? Produktiv problemi necə? Düzgün və məntiqli həll yolu. Məntiqli həll yolu tələb edir. Amma yaradıcı təfəkkür, yaradıcı təfəkkürdə daha çox tamamilə yeni, fərqli, qeyri-adi, çərçivədən kənar ideya yaratmağa yönəlir. İndi buna mən bir nümunə deyəcəm. Bu nümunə əsasında siz daha yaxşı mənimsəmiş olacaqsınız. Nümunədən əvvəl də onu qeyd edim ki, siz bizim WhatsApp nömrəmizə yazaraq bizim hər ay açılan canlı kurikulum dərslərimiz haqqında məlumat ala bilərsiniz. Dərslərimiz canlı keçirilir. Hər kəsə fərdi yanaşırıq. Hər kəsə tək-tək sual cavab edirik. Biz ümumi bir link atıb özümüz danışmırıq. Dərsdə hər bir kəsi fərdi şəkildə situasiyalar veririk, testlər veririk, təhlil etmə qabiliyyəti formalaşdırırıq.
Son 4-5 ilin miq və sertifikasiya suallarının hər birini müəllimlərimizə işlədirik. Yenilənmiş çərçivə sənədinə uyğun olaraq dərslərimiz həyata keçirilir və dərslərimiz qayd olunur. Kimlər qoşula bilmirsə, yenidən izahları dinləyə bilirlər. Yəni, yüksək keyfiyyətlə tam imtahan çərçivə sənədinə uyğun olaraq dərs proqramı həyata keçiririk. İndi nəyə baxırıq? Yaradıcı təfəkkürlə produktiv təfəkkür arasında nümunəyə baxırıq ki, biz fərqi görək. Deyirəm ki, nümunədə sinif üçün plakat hazırlamaq. Sinif üçün plakat hazırlayaq. Plakat hazırla. İndi burada sizcə produktiv düşünənlər necə hazırlayacaq? Yaradıcı düşünənlər necə hazırlayacaq? Şagird mövzunu hallayıb. Hansı ki, hansı mövzuya aid ki, plakat hazırlanmalıdır. Səlqəli plakat hazırlayırsa, bu olur produktiv. Yox, şagird 3D modelli, video və yaxud da olsun interaktiv afişa düzəldirsə, bu cür plakat hazırlayırsa, təbii ki, bu olur yaradıcı. İndi biz nəticə olaraq nəticəyə gəlirik ki, produktiv təfəkkür həmişə yox, yəni bu bəzən yaradıcı olmaya da bilər. Yaradıcı təfəkkür odur ki, sırf yaradıcı olasan. Amma produktiv təfəkkür yaradıcı olmaya da bilər. Misal üçün, bayaqki konflikt məsələsini dedim ki, 2 şagird konflikt edir. Bax, bu produktivdir. Müəllim onları cəzalandırsın, xeyr, belə olmaz. Bizim yeni yanaşmamıza əsasən müəllim onları dinləməlidir. Şagirdlərin özü üçün barışıq yolu tapmalarına şərait yaratmalıdır. Bax, burada yaradıcılıq bir şey yoxdur ki, xeyr, burada yaradıcılıq bir şey yoxdur. Görürsünüz, produktiv yaradıcı olmaya da bilər. Amma yaradıcı təfəkkür hökmdür ki, yeni nəysə yaradasan. Bugünkü dərs izahımız bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.